İnsanı sevmək qadağan deyil, əksinə bəyəniləndir. Lakin şərt budur ki, insanı Allah xatirinə sevəsən. İnsanların çoxunun sevdiyi insana qarşı etdiyi xəbərdarlıqlar və izahlar əslində saf məhəbbətdən yox, idarə etmək istəyindən irəli gəlir. Biz qarşı tərəfi öz xəyalımızdakı qəlbə salmaq istəyirik ki, o bizim istədiyimiz kimi davransın və bizim emosional rahatlığımızı pozmasın. Ayətullah Həsənzadə Amuli yazırdı ki, Allah insana seçim azadlığı vermişdir. Hətta Allah belə bəndəsinə günah etməyə azadlığı tanıyır, onun iradəsini zorla əlindən almır. Əgər bir insan başqasının hər addımını nəzarətdə saxlamağa, ona durmadan izahlar verərək səhv etməsinin qarşısını almağa çalışırsa, birmənalı olaraq onun ilahi azadlığına müdaxilə edir. İrfani baxışa görə bir insanı zorla, davamlı nəzarətlə doğru yolda saxlamaq qeyri-mümkündür. Əgər insan daxilən dəyişmək istəmirsə, sizin bütün cəhdləriniz sadəcə hər iki tərəfə əzab verən bir zindana çevriləcək. Ümumiyyətlə, bir insanı səhv etməkdən xilas etmək sizin vəzifəniz deyil. Siz peyğəmbər deyilsiniz. Hətta peyğəmbərlərə belə Allah, sən onların üzərində bir gözətçi deyilsən, sən ancaq xəbərdar edənsən deyə buyurur. Həyatımızın mərkəzinə başqa bir insanı qoyub, onun hər hərəkətindən asılı vəziyyətə düşmək irfanda gizli şirk kimi qiymətləndirilir. İrfanda bədənin yorulması ilə ruhun yorulması fərqləndirilir. Əllamə Qazi qeyd edirdi ki, qəlblər Allahdan uzaqlaşdıqca insanlar bir-biri üçün hüzur yox, yük mənbəyinə çevrilirlər. Çünki bir-birinin daxili aləmini mənəviyyatla doldura bilmədikdə nəfslər toqquşur. Əllamə Təbətəbai Əl-Mizan təfsirində izah edirdi ki, insan kəlməsi ərəb dilində həm də ünüs kökündən gəlir. İnsan fitrətən tək yaşaya bilməz. Ruh öz ali mənşəyinə görə bir tamamlayıcı, bir hüzur tərəfdaş axtarır. İnsanın təkliyi sevməsi onun fitrətinə ziddir. Sadəcə qorxularının yaratdığı müvəqqəti bir sığınacaqdır. Ona görə də fitrət bir gün hökmən oyanır və sevmək, sevilmək istəyir. Biz böyük bir səhv edərək elə zənn edirik ki, bu sonsuz boşluğu fani bir insanla doldurmaq mümkündür və həyatımıza daxil olan insana mənim xilaskarım ol missiyasını yüklüyürük. Qarşı tərəf isə sadəcə bir bəndədir, acizdir və nəticədə bu sonsuz yükün altından qaçdıqda və ya xəta etdikdə cənnət gözlədiyi əlaqə zindana çevrilir. Biz anlamalıyıq ki, xoşbəxtlik qarşı tərəfdən alınan bir şey deyil, daxildən gələn bir haldır. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, əgər sən öz daxilində Allahla rabitəndə hüzur tapmamısansa, dünyanın ən mükəmməl insanı belə səni xoşbəxt edə bilməyəcək. Quranda buyurulur, onlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə təskinlik tapır. Ayətullah Cavad Amuli qeyd edirdi ki, insanın daxili aləmi və mənəviyyatı Allahın bəndəyə verdiyi ən böyük əmanətdir. Hər kiçik səhvə görə insanları dərhal yox saymaq insanı mənəvi təkəbbürə aparır. Quranda qeyd olunur ki, möminlər cahillərdən və daxili aləmə zərər verən boş işlərdən üz döndərirlər. Əgər həyatınızdakı insan davamlı olaraq sizin ləyaqətinizi alçaldırsa, yalan və xəyanəti bir xasiyyət halına gətiribsə, belə insandan uzaqlaşmaq ağlın mütləq tələbidir. Qurani-Kərimdə Allah Peyğəmbər sallallahu zərərverici insanlardan uzaqlaşmağa əmr edərkən belə buyurur: onların dediklərinə səbirlə döz və onlardan gözəl bir şəkildə ayrıl. İrfanda gözəl ayrılıq odur ki, sən münasibəti təhqirlə, qarşı tərəfi alçaldaraq deyil, öz ləyaqətini qoruyaraq və məsafə qoyaraq bitirirsən. Qəlbi təmiz saxlamaq üçün bağışlamaq vacibdir. Lakin bu həmin insanla eyni məsafəni qorumaq mənasını vermir. Əllamə Qazi tələbələrinə daxili hüzuru qorumaq üçün kin saxlamamağı nəsihət edərdi. Qarşı tərəfi Allah rizası üçün bağışlayırsınız ki, öz daxili aləminiz o yükdən azad olsun. Hər bir məsələnin öz dərəcəsi və mizanı var. İnsana şans verilə bilər, lakin bu şans onun sınaq dövrüdür. Yolda səhv edən yoldaşın yükünü yüngülləşdirmək olar, amma o insan karvanı uçuruma aparırsa, ondan ayrılmaq ağlın tələbidir.